əsl həyatın izdüşümü ucsuz-bucaqsız dağların qoynunda əsrlərin izi ilə yazılmış, hər daşında minlərlə hekayənin, hər küləyi ilə öyrədilmiş nəsihətin səsi eşidilən əsərin Dağlar adlı kiçik bir kənd yerləşirdi. Bu kənddə insanlar sadəcə torpaq və su ilə yaşamağı deyil, həm də qədim ənənələrin, xatirələrin və əbədi ümidin izini daşıyan bir həyat sürürdülər. Gecə ulduzları səmada parlayanda, kəndin dar küçələrində və köhnə evlərin divarlarında yaşayan keçmişin sirləri, gələcəyin ümid dolu arzuları ilə birləşir, hər kəsin qəlbində dərin izlər buraxırdı. Kəndin sakinləri arasında ən hörmətli simalardan biri olan Əli bəy, böyük hikmətin, mərhəmətin və dürüstlüyün təcəssümü idi. O, gənclik illərindən bəri kəndin hər küncünü, torpağın hər qarışığını yaxından tanıyır, insanların sevinci ilə kədərinin, uğurun və məğlubiyyətin izlərini öz gözləri ilə görürdü. Əli bəyin yanında daim ona dəstək olan sadiq dostu Hüseyn də var idi. Hüseyn sakit və düşüncəli şəxsiyyəti ilə kəndin gənclərinə həyatın dərin mənalarını öyrədən, ürəklərdə ümid çiçəkləri açdıran bir müəllim kimi tanınırdı. Onların arasında keçmişin və gələcəyin sirlərini, insanlıq tarixinin əbədi dəyərlərini müzakirə edən uzun söhbətlər, axşamüstü çay süfrələrində aparılan səmimi danışıqlar olurdu. Kəndin dar küçələrində gəzən, sevgi ilə baxılan incə ürəkli Leyla da var idi. Leyla sadə amma səmimi təbiəti, gözəlliyi və dərin duyğuları ilə bütün kəndin qəlbinə toxunurdu. O, hər səhər erkən oyanaraq evinin qabağında yerləşən gül bağına baxar, orada açan hər bir çiçəyin, hər yarpağın ömrün sirrini hiss edərdi. Leylanın gözlərində həm gəncliyin parıltısı, həm də həyatın kədərli, lakin ümid dolu izləri əks olunurdu. O, uşaqlıqdan bəri nənəsinin danışdığı hekayələrdən əsl həyatın nə demək olduğunu, insanın bütün çətinliklərə baxmayaraq necə yenidən doğula biləcəyini öyrənmişdi. Bir zamanlar kəndin dərinliklərində həyatın sərt reallıqları ilə üz-üzə qalan, amma ürəyində əbədi ümid daşıyan Arif adlı gənc də yaşayırdı. Arif sadəcə şəxsi əzmkarlığı ilə deyil, həm də kəndin qədim adət-ənənələrinə sadiq qalaraq öz damlalarında xoşbəxtlik və kədərin rənglərini birləşdirən bir insan idi. O, hər gün dağ yollarında uzun-uzadı gəzərək, təbiətin sükutunda, küləyin və yağışın səsi ilə öz hiss dünyasında böyük suallara cavab axtarırdı. Arifin həyatı təkcə fiziki varlığın deyil, həm də mənəvi varlığın sərt sınaqlarından keçərək insanın özünü tapması və yenidən doğulmasının əsl həyatın izlərini daşıyan bir dastan idi. Köhnə əsərin Dağlar kəndi sadəcə təbiətin gözəlliyi ilə deyil, həm də insan talelərinin, sevinclərin və kədərin bir-birinə qarışdığı dərin bir tarix və mədəniyyət xəzinəsi ilə zəngin idi. Hər il yazın ilk günlərində kəndin meydanında böyük bir bayram keçirilər, insanlar uzun illərin yorğunluğunu unudaraq birlik və dostluq dolu anları paylaşardı. Bu bayramlarda kəndin hər küncündə qədim dastanlardan nəsildən nəsilə ötürülən hikmət dolu sözlər səslənər, hər kəs həyatın həqiqətini, sevginin və mərhəmətin nə qədər qiymətli olduğunu bir daha anlar, gələcəyə ümidlə baxardı. Lakin həyat hər zaman bu qədər səmimi və rahat olmayıb. Bir neçə il əvvəl kəndi kəskin bir quraqlıq vurdu. Qayalıq dağların suyu yavaş-yavaş tükənməyə başladı, axan çayların suları azalır, torpaq çatlayaraq quru, kədərli bir səhnəyə çevrildi. Kəndin insanları hər gün daha da çətinləşən şəraitə, gələcəyin qeyri-müəyyənliyinə baxmayaraq bir-birinə dəstək olmaq üçün əl-ələ verirdilər. Bu quraqlıq dövründə Əli bəy, Hüseyn və digər müdriklər gənclərə həyatın çətin sınaqlarından keçib, sevgi və əzmkarlıqla hər şeyin öhdəsindən gəlmək barədə uzun mühazirələr verirdilər. O günlərdə Arifin ürəyi də dərin kədərin və böyük ümidin içində itmişdi. O, dağ yollarında tək-tənha gəzir, düşünürdü, həyat nə üçün bu qədər sərtliklə üzləşir? Bəlkə də əsl həyat ən böyük kədər və ən dərin sevinci birlikdə yaşamaqdan ibarətdir. Arif bir gün kəndin kənarındakı kiçik gölün sahilində dayanıb, suyun sakitliyinə baxarkən içində sanki yeni bir həyatın, əsl mənanın sirlərini tapmaq arzusu oyandı. O, sükut içində keçmişdə yaşadığı hər acı anın, itirdiyi ümidləri və tapdığı yeni sevinç damlalarını bir-bir xatırlayırdı. Bu arada Leyla da öz ürəyindəki kədər və sevinci, həyatın sərt reallıqlarını qəlbində daşıyırdı. O, evinin kiçik küncündə nənəsinin köhnə fotoşəkillərinə baxar, hər bir şəkildəki gülümsəmələrə, göz yaşlarına, bir vaxtlar bu torpaqda yaşayan insanların səmimi həyatına şahid olurdu. Leylanın gözlərində keçmişin hüzuru ilə gələcəyin ümid dolu işığı birləşir, sanki hər an, hər dəqiqə insanın həyatında yeni bir səhifə açılırdı. O, hər gün kəndin meydanına çıxıb, digər insanlarla söhbət edər, onların həyat hekayələrini dinləyər, beləliklə öz içindəki boşluğu doldurmağa çalışırdı.
Kənddəki bu çətin dövrdə insanlar həm də bir-birinə olan sevgi və inamlarını daha da möhkəmləndirmək üçün qədim adət-ənənələrini xatırlayır və yenidən canlandırırdılar. Əli bəy və Hüseyn kəndin meydanında toplanan insanlara hər birimiz bu torpağın övladlarıyıq. Kədər və sevinc həyatın ayrılmaz parçasıdır. Biz hər bir çətinliyi sevgi və mərhəmətlə qarşılasaq, gələcəyə ümidlə baxmaqdan başqa çarəmiz yoxdur, deyə söz söyləyirdilər. Onların bu səmimi və dərin sözləri kəndin hər bir küncündə, hər bir evin divarında yazılmış qədim dastanlara bənzər, insanlara güc və inam bəxş edirdi. Günlər keçdikcə quraqlıq daha da dərinləşdi və kəndin torpağına, insanların qəlbinə ağır bir kədər çökməyə başladı. Amma bu çətinliklərin ortasında Arif, Leyla və digər gənclər həyatın əsl mənasını tapmaq üçün bir araya gəldilər. Bir axşam kəndin ən böyük çınar ağacının kölgəsində toplanan gənclər keçmişin izlərini, itirilmiş ümidləri və gələcəyin ümid dolu arzularını bölüşmək üçün uzun söhbətlər apardılar. Arif qəlbində yığılan bütün acıları və sevinç damlalarının əsl həyat yalnız rahat anlardan ibarət deyil. O, həm də hər çətinlikdə, hər kədərli dəqiqədə insanın öz içindəki işığı tapmasıdır, deyərək düşüncələrini paylaşdı. Onun bu səmimi sözləri gənclərin qəlbinə dərin təsir etdi və onlar bir-birinin gözlərində əbədi ümidin parıltısını gördülər. Leyla isə incə ürəyində yanan sevgi və mərhəmət hissi ilə biz bu torpaqda doğulmuşuq, onun qəlbində yaşayan hər bir damla bizim tariximizin, ümidimizin və sevginin şahididir. Hər çətinlikdən sonra yeni bir səhifə açılır, hər itki yeni bir qələbənin başlanğıcı olur, deyərək səmimi dualar etdilər. O günün sonunda kəndin bütün sakinləri keçmişin acı dərslərini, gələcəyin ümidini və hər kəsin ürəyində yanan o əbədi işığı bir daha anladılar. Əli bəyin rəhbərliyi ilə kəndin yaşlıları keçmiş nəsillərin hikmətini və təcrübələrini gənclərə çatdırmaq üçün qədim kitabları, şeir və dastanları oxuyaraq onların qəlblərinə yeni ümidlər aşıladılar. Hüseyn isə hər axşam çay süfrəsində həyatın qırılma nöqtələrini, sevginin və mərhəmətin insana necə yol göstərdiyini, sanki qədim bir nağıl kimi danışaraq insanlara öyrətdi ki, hər acı anın sonunda daima yeni bir işıq var. İllər keçdikcə quraqlıq yerini yavaş-yavaş bərəkətə buraxdı. Torpaq yenidən nəmləndi, çaylar sularını tapdı və kəndin insanları keçmişin acılarını unudaraq yeni bir səhərə, yeni ümidlərə qovuşdu. Arif, Leyla və Hüseynin öyrətdiyi kimi hər çətinliyi sevgi ilə qarşılamaq, hər kədəri ümidlə aşmaq, insanın öz içində əsl həyatın izlərini tapmaq demək idi. Onların hər bir sözü kəndin dar küçələrində, hər daşın üzərində, hər çınqılın səsinə, hər ağacın yarpağında, sanki əbədi bir dastanın, həyatın izlərinin şahidi kimi əks olunurdu. Beləliklə, Sərin Dağlar kəndinin sakinləri hər gün yeni dərslər alaraq həyatın həm acı, həm şirin tərəflərini qəlblərində birləşdirərək əsl həyatın, sevginin, mərhəmətin və ümidin nə demək olduğunu öz gözləri ilə gördülər. Hər axşam gün batanda, çayın səsi və dağların sükutunda, kəndin hər küncündə yaşayan o qədim hikmət bir daha insanlara yad edirdi ki, hər çətin an, hər kədərli dəqiqə insanın öz içindəki işığın, əsl sevginin və ölümsüz ümidin bir aynasıdır. Bu nağıl, Tolstoyun geniş ürəklə dərindən yaşayan insanların həyatını xatırladan, bütün zəiflikləri və gücləri, həm acı, həm də şirin anları bir araya gətirən, əsl həyatın izlərini daşıyan bir dastan kimi nəsildən nəsilə ötürüldü. Hər kəs Sərin Dağlar dar küçələrində, torpağın qoxusunda və çayın səsi arasında keçmişin hikmətini, gələcəyin ümidini və hər kəsin qəlbində yanan o əbədi işığı görürdü. Beləliklə, kəndin hər küncündə, hər daşında, hər nəfəsində əsl həyatın iz düşümü, insanın qəlbində yaşayan dərin duyğular, sevgi və mərhəmət kimi var oldu. Bu hekayə nəinki bir fəlakətin, nəinki bir quraqlığın xatirəsi deyil, eyni zamanda insanın öz içindəki əsl gücü, ümid və sevgi ilə necə yenidən doğula biləcəyinin, hər acının sonunda yenidən gül açacağının əbədiləşmiş şahidi idi. Köhnə Sərin Dağlar kəndi illərin ağırlığının, acı və sevinci, itki və qələbəni özündə birləşdirərək hər kəsin qəlbində əbədi bir iz buraxdı. İnsanlar hər yeni səhərin, hər yeni günün keçmişin dərsləri ilə gələcək ümidlərini bir araya gətirərək əsl həyatın nə olduğunu dərk etdilər. Və beləliklə, hər axşam gün batarkən kəndin dar küçələri və qədim divarları insanlara sadəcə bir nağıl deyil, eyni zamanda ömrün ən dərin mənalarını, sevginin və mərhəmətin əsl simvolunu xatırlatdı. Bu hekayə əsl həyatın iz düşümü, hər birimizdəki zəiflik və güc, həm acı, həm də şirin duyğuların bir araya gəldiyi, insani dəyərlərin və ənənələrin sarsılmaz təməlini əks etdirən əbədi bir dastan olaraq nəsillərin yaddaşında yaşayacaqdır.